Sponsor Baku City Hospital. Baku City Hospital'da urolog-androlog Mir Hikmət Qiyasov tərəfindən icbari tibbi sığortayla böbrək daşı əməliyyatları tamamilə ödənişsiz icra olunur. Əlaqə nömrəsi 050 662 69 92. Ayaqlarınızda ağrı, şişkinlik, varikoz genişlənmə varsa, ağrısız, kəsiksiz, qansız lazer üsuluyla uzman ürək-damar cərrahı Arzu Vahidoğlu tərəfindən icbari tibbi sığortayla Baku City Hospital'da əməliyyat oluna bilərsiniz. Yerlər məhduddur. Ətraflı məlumat almaq üçün 050 742 22 33 nömrəsi ilə əlaqə saxlayın. Gastroenterolog hepatolog Türkan Alyarova Baku City Hospital'da qastritlər, reflüks xəstəliyi, köp, həzmsizlik, mədə və 12 barmaq bağırsaq xoraları, qaraciyər problemləri, virus hepatitləri, yoğun bağırsaq xəstəlikləri, babasil düyünləri, bağırsaq çatı, qıcıqlanmış bağırsaq sindromu və bir çox xəstəlikləri müalicə edir. Əlaqə nömrəsi 055 242 15 42. Qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri süd vəzi xərçəngidir. Lakin vaxtında edilən müayinə ilə bu xərçəngin ölümündən xilas olmaq mümkündür. Bunun üçün ildə bir dəfə mammografiya müayinəsindən keçmək tövsiyə olunur. City Hospitalı mammografiya şöbəsinin sponsorluğu ilə sizin doktor verilişinə baxırsınız. Hər vaxtınız xeyir, hörmətli Səhiyyə Televiziyasının izləyiciləri və Araz FM-in dinləyiciləri. Bugün yenə qonağımız psixiatr Həlimə Qəmərlinskayadır və bugün yenə çox maraqlı söhbətimiz olacaq. Baku City Hospitalın psixiatrı Həlimə Qəmərlinskayanın əgər qəbuluna yazılmaq istəyirsinizsə 077 201 14 00 nömrəsinə zəng vurmağınız kifayətdir. Erich Fromm'un bir sözü ilə başlamaq istəyirəm. İnsan fiziki olaraq dünyaya gələndən sonra daimi olaraq doğulma proseslərindən keçir. Ana qarnından qurtulmaq birinci doğulmadır. Onun döşündən ayrılmaq ikinci, qollarından düşmək isə üçüncüsüdür. Bu mərhələdən sonra doğulma prosesi dayanır. İnsan sosial olaraq tənzimlənmiş və faydalı insana çevrilir. Ancaq ruhi baxımdan yeni doğulmuş uşaq kimi qalır. Əgər o insan potensialını reallaşdırmaq istəyirsə, doğulmalarına davam etməlidir. Torpaq və qanın ilkin bağlarından qurtulmalıdır. Bir ayrılma aktından digərinə keçməlidir. O əminlik və özünə inamdan əl çəkməli, fədakarlıq, qayğı və sevgi aktına keçməlidir. Erich Fromm əslində burada demək istəyir ki, insan doğulandan ölənə qədər ruhunu təkrar doğmalı və xarakter üzərində işləməlidir. Həlimə xanım, bu həqiqətən də belədirmi? Xoş gördük Günel xanım, çox sağ olun, çox maraqlı giriş elədiniz. Bəli, təbii biz həyat boyunca öz yolumuzda daimi transformasiyalar keçirik və müxtəlif bir rollara giririk, şəxsiyyət rollarına və formalaşırıq. Təbii, yaxşı olar ki, insan bir mərhələdən digər mərhələyə keçərək öz dəyişikliklərini dərk etsin, çatışmamazlıqlar üzərində işləsin, başa düşsün ki, hansı onun bacarıqları çatmır, müəyyən bir tələb olunan mərhələyə. Onda insan tam harmoniyanın içində, tam belə bütövlük yaranır. Məsələn, o insan ki deyir, mən idealam, mən hər şeyi bilirəm. Kamil insan bu cümləni deyərmi? Xeyr, ideal ancaq Allahdır. Ondan başqa ideal bu dünyada heç nə yoxdur. Ona görə biz ümumiyyətlə o sözdən çəkinməyə həmişə tövsiyə edirəm. Siz heç nə ideal yarada bilməzsiniz. Həmişə kimsə sizdən daha üstün, daha ideal yarada bilər. Ona görə nə varsa onun üzərində işləyə bilərsiniz. Amma yox, indi bu ideal deyil, mən onun idealı çatdırım. O bir hədəf deyil. O yanlış bir hədəfdir. Xüsusilə də insan öz haqqında, xarici görünüş haqqında, biliklər haqqında əgər düşünürsə idealdır, bu artıq biraz gedir narsistik. Biz sizlə danışmışıq onun narsistik şəxsiyyət pozuntusuna ki, sən niyə özünü ideal sayırsan və hardandır o meyarlar ki, sən o meyarlara uyğun ideal özünü bəyan etdin. Doğru deyil.
Və təsəvvür eləyək ki, cəmiyyət var və həmin cəmiyyətdə ideal olmayan insanlar, iki ideal olmayan insan bir-birindən ailə qurur və bu iki ideal olmayan insanın bir övladı dünyaya gəlir və onlar bunu tərbiyə eləmək istəyirlər. Təbii ki, hamı öz övladını hamıdan yaxşı, hamıdan tərbiyəli, hamıdan gözəl, hamıdan sağlam böyütmək istəyir. Amma biz özümüz nə qədər sağlam, nə qədər kamil, nə qədər yetişmişik ki, elə bir insanda yetişdirək. Bu gün sizlə qərar vermişik ki, analar və qızlar, atalar və oğullar haqqında danışaq. Bəli. Amma mütəmadi olaraq ana və oğul məsələsinə də toxuna bilərik, ata və qız məsələsinə də toxuna bilərik. Əminəm ki, verilişimiz bu söhbətə çatmayacaq. Kifayət qədər suallarım var və sizin də şərhləriniz həmişə dolğun və böyük miqyaslı, geniş miqyaslı olduğu üçün düşünürəm növbəti verilişimizə də qalacaq. Amma istənilən halda ilk sualım budur ki, dünyaya gətirdiyimiz övladı necə qəbul eləməliyik? O bizim nəyimizdir? Instagramda storiesdə sizi də qeyd elədim orada. Bu çox xoşuma gəldi. Bu Hindistanların bir atalar sözü ki, övlad bu dünyaya qonaq kimi gəlir. Biz onu qonaq kimi qəbul etməliyik. O bizim evimizin qonağıdır. Bəli, yəni, yəni mən də çox bəyəndim. Nə deməkdir o? Bəli. Ki sən onu qəbul edirsən, yetkindir, çox erkən ailə quranlar olur və özləri hələ o psixoloji mərhələlərdən keçmir ki, tam özünü dərk eləsin, həyatda bildiyi mövqeyini tutsun, özünə hansısa bir dəyərlər və əqidələr rəhbər bir kimi tutsun ki, mən o yolda gedəcəm. Təsvirlər olsun ki, hələ özləri qeyri-yetkin olduqda övlad gəlir və o övlad oyuncaq deyil, hansısa bir iqruşka deyil ki, ay mən onu öpüm, qucaqlayım, dəyişdirim, geyindirim və salam. İstədiyim kim olsun, istədiyim peşəyə getsin, istədiyim adamla ailə qursun. Bəli, yəni bu qeyri-yetkinlik olanda elə olur. Yəni özümüz nəyəsə çatmayanda bizim gözləntilərimiz olur ki, mən uşağımı mənim üçün bu kukladır və mən istədiyim kimi bu geyinəcək, davranacaq, həyatda nəyəsə hədəflər qoyacaq. Amma insan yetkin yaşda, məsələ də tam yaşda da deyil. Yəni psixoloji yetkinlik gələndə insana o başa düşür ki, övladı necə hazırlayıb həyata buraxmalıdır. Yəni qarşısındakı fərddir, insandır, Bəli. şəxsiyyətdir. Ona öz xüsusiyyətlərini, öz keyfiyyətlərini aşılamaq olmaz. Xatırladım ki, qonağımız Həlimə Qəmərlinskayadır. Baku City Hospitalın psixiatrı. 077 201 14 00 əlaqə nömrəsidir. Sponsorumuz isə hər zaman olduğu kimi Baku City Hospitaldır. 050 520 0303 nömrəsinə zəng edib 012 980 qısa nömrəsinə də həmçinin zəng edib oradakı peşəkar həkimlər haqqında məlumat ala bilərsiniz, həkimlərin qəbuluna yazıla bilərsiniz. Qeyd edim ki, xəstəxana icbari tibbi sığorta xətti ilə əlaqədədir və əgər müəyyən bir əməliyyatlarda icbari tibbi sığorta xətti ilə müraciət etmək istəsəz, bu da mümkündür. Sponsor Baku City Hospital. Baku City Hospitalda uroloq-androloq Mir Hikmət Qiyasov tərəfindən icbari tibbi sığorta ilə böyrək daşı əməliyyatları tamamilə ödənişsiz icra olunur. Əlaqə nömrəsi 050 662 69 92. Ayaqlarınızda ağrı, şişkinlik, varikoz genişlənmə varsa, ağrısız, kəsiksiz, qansız lazer üsulu ilə uzman ürək-damar cərrahı Arzu Vahidoğlu tərəfindən icbari tibbi sığorta ilə Baku City Hospitalda əməliyyat oluna bilərsiniz. Yerlər məhduddur. Ətraflı məlumat almaq üçün 050 742 22 33 nömrəsi ilə əlaqə saxlayın. Gastroenteroloq hepatoloq Türkan Alyarova Baku City Hospitalda qastritlər, reflüks xəstəliyi, köp, həzmsizlik, mədə və 12 barmaq bağırsaq xoraları, qaraciyər problemləri, virus hepatitləri, yoğun bağırsaq xəstəlikləri, babasil düyünləri, bağırsaq çatı, qıcıqlanmış bağırsaq sindromu və bir çox xəstəlikləri müalicə edir. Əlaqə nömrəsi 055 242 15 42.
Doktor, Erik Fromun Sevgi nədir kitabını oxuyurdum. Orada çox maraqlı bir məqam var idi. Həmişə deyirdim ki, bir psixiatr qonağım olsaydı bunu mütləq soruşardım. Məsələn, müəyyən dövrə qədər valideynlərimiz bizi sadəcə var olduğumuz üçün sevirlər. Ay nə gözəl uşaqdı, güldü, danışdı, ay bir addımını atdı. O hansı mərhələdir ki, ana və ata övladını nəyəsə görə sevməyə başlayır. Məsələn, evi yığışdırdın, bax səni sevirəm ha, və yaxud da yatağını topladın, bax səni sevirəm. Və psixikamızda bir zəlzələ baş verir elə bil. Biz sadəcə övlad olduğumuz üçün sevilirik, amma bir məqam gəlir ki, biz nəyəsə nail olduğumuz üçün seviləcəyimizi düşünürük. Bu mərhələ harda qırılır? Valideynlər burada harda ehtiyatlı olmalıdır? Gəlin ümumiyyətlə ondan başlayaq ki, ana sevgisi və ata sevgisi tam fərqlidir. Ana sevgisi şərtsizdir. Siz demişkən övlad varlığına görə istənilir həyatın sonuna dək. Amma ata sevgisi şərtlidir. Nailiyyətlərə görə, davranışlara görə, hədəf uğurlara görə atanın sevgisi artır. O mənim sözüm deyil, onu yəni psixoloqlar araşdırıb deyir ki, ata ancaq ki mənim övladımdır vəssalam, onun varlığına görə o sevgi yaranmır. Birinci ata övladı öz nailiyyəti kimi qəbul eləyir. Ondan sonra da övladı nailiyyətlər əldə etdikcə atan sevgisi arta-arta gedir. Yəni nailiyyətinin uğurlarına görə sevir. Bəli, bəli, bəli. Digər tərəfdən əgər biz burada digər bir məsələ var. Əgər biz ananın sevgisindən danışırıq, təkid etməyə uşağına, övladına ki, yox bunu seç. Məsələn, istəyir qırmızı şalvarla yaşıl koftanı, köynəyi geyinsin. Geyinsin. O onun seçimidir. Yəni övladda 7 yaşa dək artıq biz qərarların özünü verilməsini etməliyik. 3-dən 7-yə. Bəli. 7-dən 14-ə dək burada uca artıq buna deyirlər üsyan dövrü ki, bu qeyri-yetkindirlər hələ. Amma artıq düşünürlər ki, tam fərd başa düşür ki, mən ayrı bir fərdən ananın davamı deyiləm, ananın hissəsi deyiləm. Qız övladımız. Ana o qədər də ideal deyil. Ana elə də hər şey bilmir. Bəli, elə şeylər eləyir. var, mən anadan yaxşı bilirəm. Bəli, 14 yaşında uşaqlar deyir ki, sən nə bilirsən ki, mən bilirəm. Sən düz yaşamırsan. Telefonda falan nə bilim mobil tətbiqi də yükləyə bilmirsən, amma mən qarşı ki, inkar eləyir onun təcrübəsini və ananın yanında danışmaq istəmirlər. Deyir ki, istəmirəm, onun yanında danışmayacağam. məni başa düşmür və yaxud da qınayır ona görə. Bəli, əslində biz 14 yaşa dək ananın yanında keçirdik.
baş verir. Burada ananın vaxtilə inkar olunan təcrübəsi yenidən baxılır. Niyə? İnsan axı artıq başlayır dərk eləməyə ki, yəqin ki, anam öz müəyyən bir şəraitinə görə təcrübə almışdı, təhsil almışdı, həyat dərsləri alırdı. İndi isə o da ilk dəfə idi ana olurdu, o da ilk dəfə idi bir övlad yetişdirirdi. Bəli, valideyn olub, onun da valideynləri olub, o da belə bir rol görüb. İndi müasir dünya dəyişilib. Başlayırlar başa düşməyə və anaya böyük sevgi əmələ gəlir. Mərhəmət, sevgi, hörmət və baxırsan ki, sırf hardasa 30-40 radələrində tez-tez müşahidə edirəm onu. Qız övladlarına, analarına sanki bir borc qaytarma kimi mərhələyə keçirlər ki, minnətdarlıq, bəli, hörmət, sevgi necə göstərim məsələn də harasa ya gözəl yerlərə aparmaqda, teatra çıxarmaqda, konsertlərə aparmaqda, bu imkanlardan asılı olaraq ən azı 6 bazar bir yerdə keçirtməkdə ki, qadınlar artıq başa düşür ki, öz anası məsələn onun rolu daha mürəkkəbdir. Anaların rolu bir insanı tərbiyə edib, fərd edib cəmiyyətə buraxmaqdır. Yəni demək olarmı ki, analar formalaşdırır xarakterimizi? Bəli. Analar formalaşdırır xarakterimizi, anaların vərdişləri və s. Atalar burada ikincili bir rol oynayır. Yəni dediyim kimi daha çox funksional. Amma əsas model, əsas rol, qadının cəmiyyətdə funksiyası, rolu, öhdəlikləri, haqları, qərarları hamısı biz anadan götürürük. Doktor, qayğı və sevgi anada dediniz ki, şərtsizdir, əvəzsizdir. Bəzi analar var, çox fədakardırlar. Məsələn, mənim yadıma gəlir ki, tələbə yoldaşlarım biz artıq universiteti bitirirdik. Onlar deyirdi ki, anam deyir ki, sadəcə dərsini oxusan mənə kifayətdir. Yeməkləri bişirdi, otaqları yığışdırılırdı. Amma mənim anam məsələn çox iş qadını idi deyə, yəni evdə gələrdi, görərdi qab yuyulmayıb, vay halımıza, gizlənməyə yer axtarırdıq bacımla. Yəni biz həm dərsimizi oxumalıydıq, həm ev təmiz olmalıydı, həm də yemək bişirməli idik. Yəni bu qayda idi bizim evimizdə. Yəni düşünürəm ki, görəsən öz-özümə fikirləşirdim, qızlara deyirdim tələbə yoldaşlarıma ki, necə bəxtəvərsiniz, siz necə an evdə iş görmürük. Mənə o qədər qəribə gəlirdi. Amma sonra mən ailə qurandan sonra anama o qədər minnətdar oldum ki, mən o ev işlərini bilirdim artıq. Əskərlik kimi əskərlik yaşamışıq, bəli. Qadın bəli, çox funksionaldır, elə bir mem var. Biz iş və həyat balansından qadınların danışanda onların iş və həyat balansı fərqlidir. Yəni axı ümumiyyətlə iş və həyat balansı nə deməkdir? Yəni biz başqa həyatda işləyirik, başqa həyatda həyat yaşayırıq. O hamısı eyni həyatdır. Bəli. Və əgər həqiqətən də kişilərdə həyat hardasa bölünə bilir ki, mən bu saatda işləyirəm, bu saatda isə hansı ki həyat asılıdır, mən digər bir işlərlə dincəlirəm,
idmanımla məşğulam, dostlarımla görüşürəm. Amma qadınlar nə edir? İşdən sonra işləyir. Və bu cür yanaşmada təbii ki, sizin ananızın yanaşması sizi stresi müqavimətinizi daha da artırdı ki, siz başa düşürsüz ki, ancaq mən nəyisə nail oldum, uğuruma nail oldum, işlədim, gəldim evə dincələcəm, elə bir şey yoxdur. Siz uğurlu işdə lap yaxşı, amma sonra evə gəlib ev işlərinizi görməlisiniz, uşaqları tərbiyə etməlisiniz, hansısa məişət problemləri həll etməlisiniz. Ona görə bəli, bugünkü gündə bəzi xanımlar hansı ki, çox işləyirlər, şükür Allaha məişət problemləri həll oluna bilir. Məsələn, o qab yuyan maşınlardır, paltar yuyan maşınlardır, plisoslardır, robot plisoslarıdır. Toz soranlar, Toz soranlar, sonra müxtəlif klinik servislər var. İnsanlar gəlir, o general uborka deyirlər də, ümumi təmizlik işləri görür. Dastavkalar var, çatdırılmalar var. Çatdırmadım, borş bişirməyə heç lazım da deyil, dastavka ilə əldə etmək olur. Yəni bugünkü gündə o işləyən xanımlar üçün o iş və həyat balansı qorunmağa imkanlar daha çoxdur, nəinki əvvəl. Amma siz deyən məsələyə siz bu misalı gətirəndə gözümün qabağına bir səhnə çıxdı və təəssüflər olsun ki, mən onu tez-tez görürəm. İndi bilmirəm, bəlkə kiminsə xətrinə gələr, amma həqiqətən də mənim tam da nə başa düşürəm onu, nə də çox da dəstəkləyirəm. Birisi nə deyirəm? Cavan xanımlar, bəziləri sanki ailəlidir. Övladı həyata gətirəndən sonra özləri ilə maraqlanmır. Mən bunu tez-tez görürəm cavan bizim. Yəni özləri ilə maraqlanmır deyəndə fiziki görünüşlərinə, bəli, fiziki görünüşünə, xarici görünüşünə, bilik səviyyəsindən, bilirsiniz özlərini necə deyək də buraxırlarmı? Və siz demişkən fədakar olaraq sanki bir qurban bir statusa girirlər ki, yox, mən həyatımı ancaq uşaqlarıma bəs edirəm. Sonra uşaqlar anaya nifrət eləyir. 100%. Sən 25 yaşın var. Niyə sən belə söhbət ondan getmir ha ki, sən niyə hansısa geyimin bahalıdır və yaxud bahalı deyil. Xeyr. Baxırsan ki, əyninə nə gəldi keçirdib, belinə də rüqzak atıb, saçın necə gəldi yığıb, heç bir makiyaj da yoxdur. Yəni səliqəsizdir. Söhbət ondan getmir ki, bu durub makiyajlı çölə çıxmalıdır. Amma baxırsan ki, uşağı, övladı, balaca kukla qız, hamısı yerində, bantika zadı, hamısı yerində, şortiki, sumuçkası zadı, gözəl bir vəziyyətdə bunu çıxarıb gəzdirməyə. Yəni mən özümə vaxt ayırmayacağam, mən bütün vaxtım gedir övladlarıma. Siz nəyi sübut eləmək istəyirsiniz ki? Siz heç nəyə bundan sübut eləyə bilmirsiniz. Ya burada psixoloji məqamlar odur ki, evdəkilərə, məsələn, qaynanaya, biz keçən dəfə danışırdıq o məsələni. Ya qaynanaya nəyisə sübut eləmək istəyir, ya yoldaşına, ya anaya ki, mən yaxşı anayam, baxın, mən yaxşı həyat yoldaşıyam, mən özümə fikir vermirəm. Sonra da stressdən başlayırlar yeməyə, kökəlməyə, daha belə sərbəst geyimlər geyirlər və belə də çölə çıxırlar. Baxırsan ki, heç 30 yaşı yoxdur, sən niyə elə haldasan? Sonra isə məsələn professional səriştə bu qayıdır məsələn analıq məzuniyyətdən işə və ona deyirlər ki, sorry-da, sən evdən məzuniyyətdə olduqda, öz üzərində işləməyəndə təbii ki, digərlər qabağa getdi. Bu başlayır depressiyalara düşməyə ki, özgüvəni aşağı düşür ki, mən niyə qabağa getmirəm? 30 yaşım var, mənim yaşımda o cəmaət rəhbərdir, menecerdir. Bəli, həyatımı sənə çürütdüm. Eləməzdin. Yəni mənim burada bir daha da, baxın biz də haçansa ana olmuşuq, amma mən heç vaxt nə xarici görünüşümü, nə öz üzərimdə işləməyimi sanki ancaq ana olmaq deyə prioritetdən salmamışam. Onlar hamısı bərabər gedirdi. Hamısı bərabər. Mən bilirdim ki, analıq məzuniyyətdən mən işə qayıdacağam. Mən səriştələrim mütləq şəkildə tələb olunacaq və əgər mən bugünkü gündə böyük rəqabət dünyasında biz yaşayırıq. Əgər siz rəqabətdə qabağa getməlisinizsə, siz ondan bundan gözləməlisiniz ki, siz mənim başa düşməlisiniz, mən anayam. Yəni siz ana rolunu, funksiyanızı belə dağa qoyub getməməlisiniz. Onsuz da sonradan belə ana ki, özünü güvəni aşağı salır, övladın tərəfindən heç bu davranış bəyənilmir. Deyir ki, mən onu istəyirdim səndən, eləyərdin, daha uğurlu olardın, yaşayardın. Niyə indi mənim borcu çıxarırsan?
ki sən əyninə yırtılmış mayka keçirib çıxırdın mənlə gəzməyə, çıxmazdın. Geyinərdin, bəzənərdin, normal halda çıxardın. Mən də səni rol model kimi qəbul Heç eləyərdim. vaxt yadımdan çıxmaz. Məsələn, bir dəfə anam özünə bahalı bir köynək almışdı. Tutalım o vaxtın pulundan 50 rubla. Mənə də almışdı 25 rubla. Mən dedim ki, mən də ondan istəyirəm. Mənə niyə ondan almadın? Dedi ki, əvvəla ona görə ki, bu pulu mən qazanıram və üstəlik ana heç vaxt övladından ucuz geyinməməlidir. Onda sən mənə heç vaxt hörmət eləməyəcəksən. Və o söhbət mənim qulağımda sırğa oldu və günün bu günündə ailədə hamının ad günü başqa, amma anamın ad günü özəl olmalıdır. Çünki o kraliçadır. Çünki o ən yaxşısına layiqdir. Maşallah. Yəni və bu həm hörmət, həm sevgi və eyni zamanda da inanılmaz bir fədakarlığı var. Yəni sən başa düşürsən ki, sənə nəsə lazımdırsa, anan səni mütləq xilas eləyəcək. Öz üzərimizdə daim işləyən fərd olmuşuq. Amma eyni zamanda məsələn atamın da qəribə bir müdrikliyi və kamilliyi var idi ki, anam hirslənsə, qışqırsa heç vaxt cavab verməzdi. Deyirdim, ata sən axı ağıllısan, cavab ver, bir dəfə sustur da ananı. Deyirdi, mən necə sevdiyim, seçdiyim qadının xətrinə dəyim. O qışqırır, sonra sakitləşir. Yəni o modellər Sevgi, hörmət, yəni kişi hər zaman daha müdrik olmalıdır deyə düşünürəm qadından. Bəs ataların rolu nədir qızların böyüməyində? Ataların rolu təbii ki, yenə əgər təkrarlasaq, biz atanın rolu məni müdafiə edən bir şəxs kimi görürük. Ata güclüdür, ata məni həmişə qoruyar, ata yaxşı insandır, rol modeldir və sevgi olan ailədə atadan qız sevgi görürsə, o birincisi heç vaxt toksik böyümür. Toksik insan böyümür, narsis insan böyümür. Nəyisə daimi tələb eləsin və yaxud nəyisə daimi sübut eləsin. Sağlam bir mühitdə böyüyürsə, o kişilərə də hörmətlə yanaşır. Yox, əgər atadan bu şiddət görür, atadan bir aqressiyalar görür, qorxur onun evinə gəlməkdənsə, təbii ki, belə adam qeyri-sağlam mühitdə böyüyürsə, bu psixoloji normal olmayacaq və sonradan onun qurduğu münasibətlər hansı ki çalışacaq, təbii ki problemli olur. Niyə? O daimi öz suallarına, uşaqlıqda qalan suallar, problemlər, nöqsanlar cavab axtarır və cavabları tapmasa bu insandan məmnun olmur. Elə bil beynində bir model qura bilmir ki, bu insan tam fərqli insandır. Həmişə deyirlər ki, oğul gedir anaya oxşayan bir xanım axtarır. Niyə? Məsələn, xüsusilə ki, əgər ana ona daimi qayğı göstərir, daimi oğlanlar 45 yaşı var, hələ də ona qayğı göstərirlər. Həmin oğlanlar o cür anana... Hətta fiziki də elə adam axtarırlar, anaya bənzəsin. Bəli, bənzər. Həm də xasiyyətçi. Elədir. Qızlar isə atanın rolu əgər yaxşı idisə, ataya oxşar bir insanları və mən onu tez-tez oxşayıram. Deyir ki, axı mənim atam elə deyildi anaya qarşı və yaxud mənim atam başqa cürə idi və yaxud mən atadan o sevgini görmədim, daimi o sevgini axtarıram. Yəni, o sevgi dediyimiz, məsələn, mənim yadıma gəlir ki, uşaqlıqda xalam qızları var idi, dayım qızları, ataları işdən gələndə qaçırdılar, qucağından sallanırlar, ataların qucağında otururdular. Yəni, ataları belə fiziki sevgi göstərirdi onlara, amma bizim atamız məsələn üçün mən ürəyimdə fikirləşərdim ki, bu gün ananas hər gün alınan bir şey deyildi evimizdə. Ananas olsa yərdim. Görürdüm atam işdən ananas alıb. Ata niyə almısan? Deyir, nə bilim, birdən ağlıma gəldi. Yəni o qədər böyük sevgi bağımız var idi atamla ürəyimizdə. Amma o heç vaxt, yəni ancaq gözləyirdik 8 martda bir dəfə alnımızdan öpərdi, ad günlərimizdə öpərdi. Buna baxmayaraq onun da bizi sevdiyini çox aydın hiss eləyirdik. Bir qayğısındanmı, gecə gəlib üstümüzü örtməyindanmı və yaxud da hiss eləyərdik bunu. Hansı daha doğrudur? Qızı öpüb qucaqlamaq, yoxsa biraz məsafə saxlamaq? Həm də bu insandan insana dəyişirmi, temperamentdirmi? Bu doğrudur deyə bir doqması yoxdurmu? Çox gözəl sualdır və bu başqa bir mövzudur. İstəyirsiniz bir dəfə onu, mən ümumiyyətlə o mövzunu çox xoş görürəm. Məhəbbət və sevgi mövzusu və siz deyən sual və örnək sırf o mövzuya aid olan bir məsələdir ki, deyirlər ki, məhəbbətin 5 dili var.
eyni deyil. Necə ki Çin dili, ingilis dili, fransız dili, alman dili, Azərbaycan dilini bir-birinə oxşamır. Amma biz məlumatı çatdırırıq bu 5 dildə. Eyni də məhəbbət, sevgi dili fərqlidir. Siz deyən ki, məsələn, o öpsün, qucaqlasın, təmas, insan qucaqda o fiziki təmas hiss edir ki, mən istəyirlər. Bu məhz ehtiyacdan irəli gəlir ki, mən fiziki olaraq sevgini hiss etməliyəm. Əlim əlimə dəyməlidir. Mənim atam gəlib məni qucaqlamalı idi, öpməli idi alnımdan, mən onu hiss edirəm. Amma məsələ ondadır ki, əgər biz bunu böyük insanların münasibətlərini şaxələndirsək, dillər fərqlidir. Təsəvvür ki, siz Çin dildə danışırsınız, mən fransız dildə danışıram. Biz bir-birimizi başa düşmürük. Amma biz eyni bir şeylərdən danışırıq. Deməli, siz istəyirsiniz təmas, mən isə istəyirəm qayğı. Məsələn, mənim üçün ananas almaq və üstümü örtmək sevgi bildirməkdir. Sizin üçün ancaq qucaqlamaq, öpmək sevgi bildirmək. Bəlkə də münasibətlərdə problem bundan da yaranır. Bəli, mən sübut eləyə bilmirəm ki, mən səni istəyirəm, mən səni çox istəyirəm. Nə olsun ki, öpmürəm, qucaqlamıram. Məsələn, ananas alıram. Digər bir sevgi yolu, sevgi dili dəstək etməkdir. Elə adamlar var, övladlar da var. Deyir ki, mən anam və yaxud atam normal bir dəstək edici sözlər demir. Ki, əla, irəli gedirsən, mən sənə inanıram. Mən sənə inanıram. Deyir ki, mən sənə pul buraxıram, bəsdir də. Yəni o dördüncü bir yoldur, maddiyyət. Maddi dəstək olmaqla sevgi bildirmək. Yeri getişinlə məşğul ol. Nə dəstək, nə qucaq, nə heç. Mən sənə yaxşı təhsil və pul tökürəm, geyindirirəm. Yaxşı məktəbə gedirsən, get işinlə məşğul ol. Mən səni belə istəyirəm. Amma insan istəyir ki, onu təhrif eləsinlər, xoş söz desinlər, motivasiya. Ümumiyyətlə ondan soruşsunlar ki, sənin problemin nədir bugünkü gündə? Hansı problemlərlə? Doktor, o sevgi dili necə formalaşır sualını vermirəm, amma yadınızda saxlayın, onu növbəti verilişimizin mövzusu eləyək. Çünki mənə maraqlıdır ki, bu hardan formalaşır? Birində fiziki, birində belə temperamentmi, nədirmi? Hörmətli izləyicilər, sizi də belə deyək, intizarda saxlayıram. Növbəti verilişimizi axtarın. Medical Media Live YouTube səhifəsində də baxa bilərsiniz, Səhiyyə televiziyasında izləyə bilərsiniz. Eyni zamanda da Araz FM-də təbii ki, bizi dinləyə bilərsiniz. Qonağımız Həlimə Qəmərlinskayadır. Baku City Hospitalın psixiatrı 077 201 14 00 əlaqə nömrəsidir. Sponsorumuz isə hər zaman olduğu kimi Baku City Hospitaldır. 050 520 0303 nömrəsinə zəng edib, 012 980 qısa nömrəsinə də həmçinin zəng edib, oradakı peşəkar həkimlər haqqında məlumat ala bilərsiniz, həkimlərin qəbuluna yazıla bilərsiniz. Qeyd edim ki, xəstəxana icbari tibbi sığorta xətti ilə əlaqədədir və əgər müəyyən bir əməliyyatlarda icbari tibbi sığorta xətti ilə müraciət etmək istəsəz, bu da mümkündür. Sponsor Baku City Hospital. Doktor, ana və qızların əbədi iki problemi var. Bir geyim, bir də ev yığışdırmaq. Burada kim kompromisə getməlidir, ana yoxsa övlad? O kompromis sözü özü onu məna verir ki, hər iki tərəf hansı güzəştlərə getməlidir. Ona görə əgər biz burada məişət problemlərə görə tez-tez olur həqiqətən müraciətlər, valideynlər gəlir ki, mənim qızım otağına normal baxmır. Mən gigiyenik normaları tələb edirəm. Mən gedib onun şəxsi hansısa məsafəni pozmaq istəmirəm. Amma otağa girirəm, 13 yaşı var, başa düşürəm ki, bu elə bil sadəcə bir tövlədir, heç evdə deyil. Bu şəraitdə normal qız formalaşa bilmir. İnsan özünə qulluq etməlidir, gigiyenik normaları riayət eləməlidir, sağlam mühit yaratmalıdır. Və bəzən həmin uşaqlar ananı da qoymurlar otağa. Deyirlər özüm yığışdıracağam, amma yığışdırmırlar. Digər tərəfdən bax məsələn problemlərindən biri odur ki, deyir ki, elə eləyəcəm,
hörmət, ətrafdakılarına hörmət. Bax o hörmət ki, təmizliyə riayət etmək, gigiyenik normalara riayət etmək, sağlam mühit yaratmaq, bunlar hamısı anadan keçir. Ata o funksiyasını daşıya bilmir. Hə, elə atalar var bugünkü gündə tək böyüdürlər uşaqları və məcburdur ana funksiyasını da daşısın. Necə alınır biz bilmirik. Mən artıq elə ataları da görürəm ki, anası övladları qoyub bunun ehtimalının himayəsində çıxıb gedib. Elə bir situasiyalar artıq var. Burada amma ata ana funksiyasını necə doğruldacaq sona dək biz bilmirik. Bir dəfə qızımdan bir söz eşitdim. Çox qəribə bir his keçirdim sözünüzü və o daim ağlımda qaldı. Dedi ki, bilmirəm, mən nəsə eləmək istirdim, amma içimdəki ana dedi ki, belə yox, belə elə. Və mən başa düşdüm ki, hər iki qızımın içində necəsə uşaqlıqdan bir mən qoymuşam və onların hansısa bir situasiyada nə iləsə bağlı qərar verəndə özlərindən çox mənim səsimi eşidirlər. Və mən başa düşürəm ki, mən tirananayam, mən həmişə belə olmuşam, özümdən asılı deyil. Çox belə deyək də qəddar olmuşam, amma bunu artıq düzəltmək də gecdir deyə düşünürəm və daim uşaqlarıma deyirəm ki, içinizdəki ana nə desə tərsini eləyin, amma artıq gecdir. Təəssüflər olsun ki, necə edək ki, övladlarımız öz səslərini daha çox eşitsinlər. Biz onlara belə deyək də o qüdrətimizi aşılamayaq. Çox sağ olun ki, bu misalı verdiniz. Ola bilsin ki, İndi bizi dinləyən analar bəlkə eyni bir hissləri keçirdirlər, amma dərk etmirlər ki, mən də eləyəm sən demə, ki mən icazə vermirəm ki, öz səsi səslənsin, mən bilən daha yaxşıdır, mən bilən təcrübə daha üstündür və s. Bəli, bu insan ilk öncə özü üzərində işləməlidir ki, niyə mən elə eləyirəm, nə mən istəyirəm? Yəni mənim bir problemlərim varmı ki, mən deyirəm ki, mən öz həyatımı, öz ssenariyamı dəyişdirə bilmirəm, amma yeni bir həyat qabağıma gəlib mən eksperiment aparıram, yeni ssenari yazıram onun üçün. Sən belə yaşa, daha uğurlu olacaqsan, daha xoşbəxt olacaqsan, amma bu elə deyil. Bu elə deyil. Ona görə ki, siz övladlarınızı sanki psixoloji olaraq qüsurlu, yəni fiziki yox, əqli yox, psixoloji olaraq qüsurlu görəndə onların yerinə düşünürsünüz. Bəli, siz başlayırsınız onların yerinə qərar verməyə. Niyə? Hanı onun təfəkkür sistemi, hanı onun idrak funksiyası, qərar vermə funksiyası, özünü dərk etmə funksiyası? Niyə icazə vermirsiniz ki, övladınızın emosional intellekti böyüsün, inkişaf etsin? Lap belə səhv etdisə, lap yaxşı. Səhvin üzərində işləyər, gələn dəfə o səhvi buraxmaz. Amma siz deyirsiniz ki, yox, mən o səhvi eləmişəm, onda dərk etmək lazım idi. Siz o səhvi eləyəndə siz tam başqa bir şəxssiz. Siz başqa bir həyat yaşamısınız. Bu alternativ bir belə deyək dünyadır. Valideynlər bu yaxında bir cümlə eşitdim, çox xoşuma gəldi. Deyir, həyatın xoşbəxtliyinin sirrini tapmışam. Gözləntin olmayacaq. Kimdənsə nəsə gözləməyəcəksən, kimsə sənə gəlib nəsə eləməyini gözləməyəcəksən. Özün eləyəcəksən hər şeyi. Gözləntin yoxdursa, məyusluğun da yoxdur. Məyusluq yoxdursa, deməli xoşbəxtsən. Valideynlərin uşaqlardan gözləntiləri hara qədər olmalıdır normal insanlarda və uşaqlar valideynlərinin gözləntilərini yerinə yetirmək məcburiyyətindədirlərmi? Ən azından qulaq asmalıdırlarmı? Necə eləyək ki, ana və övladlar, ata və övladlar arasında bu gözlənti, bu boynuna arzu qoymaq məsələsini normal psixoloji bir mövqeyə çatdıraq. Təbii ki, valideyn çalışır ki, maksimal olaraq öz övladının xoşbəxtliyinə, həyatda tutduğu bir yerinə çatdırmağa dəstək olsun. Bəli. Amma məhz burada əsas söz dəstək olmaq. Onun yerinə eləmək, onu ora məcburi çatdırmaq, ondan gözləntilər, tələblər və s. hansısa şantajlarla yox, sırf təhrik edərək, motivasiya edərək, dəstək edərək, sağlam ambisiyalara yetişdirərək ora çatdırmaqdır. Ona görə ki, qeyri-sağlam ambisiyalar uşaqda, yox, sən bacaracaqsan, və necə olmalıdır, sən mənim uşağım, ayrı cürə olmalıdır. Bu motivasiya deyil. Elə keçən həftə mən bir 16 yaşında bir deməli oğlanı gətirmişdilər, hal-hazırda xaricə ən belə prestij olan universitetlərə artıq qəbul olunub, amma o həmin uşaqda təşviş pozuntusu əmələ gəlib artıq və soruşanda ki, niyə atası sən demə çox tələbkardır, atası hələ mənə zəng vurub deyir ki, niyə ki mən gözləməməli idim? Mən deyir gözləndiyimə görə o
Universitetə qəbul qəbul olub. mən də izah eləyirəm ki, xeyr, sizin uşağınız potensiallıdır. Əgər bunun potensialı aşağı olsa, siz nə qədər gözləntiləriniz yüksək olsa, bir o qədər də onun özünə qiymət aşağı düşməlidir. Siz burada çox ortaq məxrəc var da, yəni qızıl orta tutmaq lazım idi ki, mən necə edim ki, övladda təşviş, o şəxsiyyət pozuntusu yaranmasın ki, daimi bu nədənsə narahat olsun ki, birdən düz yazmadım, birdən problem oldu, atam məndən bunu gözləyir, atam deyir ki, sən ən yüksək bal yığmalısan, nə bilim, SAT-də gedib ən yüksək ballardan yığıb və deyirəm ki, yaxşı, məsələn, həmin universitetə nə qədər yığmaq lazımdır? Bir hədd var ki, onu keçəndən sonra yığmaq olardı. Bu da qat-qat üstündən keçib. Deməli, gözləntiləri aşağı olsaydı, onsuz da o balı toplayacaqdı. Düzdür? Fərqi nədir ki? Yəni 20 bal yuxarı ya 20 bal aşağı yığıb. Fərqi nədir ki, sən buna görə o qeyri sağlam ambisiyalara yaradırsan ki, yox, sən az qalıb 1600 bal, 1600-dür maksimum orada, sən 1600 bal yığmalısan. Niyə? Əgər həmin universitetə giriş 1500 baldan başlayırsa, 100 balı yığmaq, orada hər 10 balı yığmaq belə kimdir ki, çoxca indi kim SAT bilir, başa düşür ki, o elə belə deyil. Yəni 1500 ilə 1600 arası pillə-pillə orada çox dərin bir biliklər olmalıdır. Konsentrasiya olmalıdır. Ancaq biliklər deyil. İmtahanda necə konsentrasiya olmalısan, psixoloji necəsən, fokusun necədir, yaddaşın həmin zaman ümumiyyətlə stressə müqavimət dəstək eləyir, etmir. Yəni hər bir 10 bal böyük mücadilə tələb edir. Və siz deyir ki, nə olsun ki də, o yəni 1500 keçəndən sonra lap yaxşı o yığmalı idi. Mən deyirəm, ona görə də təşviş pozuntu yaranıb. Ona görə də sizin uşaq narahatdır. Siz də onu psixiatra göndərmisiniz. Mən ki onu küçədə görmədim. O mənim kabinetimə gəlib və mən sizə deyirəm problem nədir? Azaldın sürəti. Gözləntiləri yaratmaq lazımdır, amma hansı gözləntilər? Belə olmalıdır, yüksək səviyyədə olmalı, yox. Siz uşaqda təşvişlə meyillik yarada bilərsiniz. Hə, mən istərəm ki, sən ən maksimum nə əldə edə bilərsənsə, ora get. Sənə nə lazımdır mənim tərəfimdən? Mən səni dəstək edərəm. Sənə hansı şərait lazımdır? Edərəm, amma sən də öz tərəfindən maksimum elədiyini elə. O demək deyil ki, bu ideal olmalıdır və sırf o finalda maksimum rəqəmlərə çatmalıyıq. Bu artıq dostluq və dəstək edici əsl partnyorluqdur. Mən səndən onu gözləyirəm, sən onu borclusan eləməyə, o strategiyandan keçmək lazımdır. Ümumiləşdirsək, mən belə nəticə çıxardım sizin dediklərinizdən ki, valideynlər tələb yox, dəstək rejiminə keçməlidir, övladlar isə üsyan yox, dinləmə rejiminə keçməlidir. Yəni valideynlərini dinləməli, amma yenə ürək səsləri ondan daha çox olmalıdır. Çox gözəl nəticə çıxartdınız. Çox sağ olun, doktor. Sizlə hər zaman maraqlıdır və ən vacibi həmişə bunu deyirəm, sizlə hər söhbət cəmiyyətimiz üçün çox faydalıdır. Çünki siz Azərbaycanda sağlam cəmiyyətin formalaşması üçün əlinizdən gələni edirsiniz. Bilirəm ki, pasientləriniz var, amma dəvətimizi qəbul edirsiniz, gəlirsiniz. Çox sağ olun və düşünürəm ki, bir xalqın maarifləndirməsi psixiatrın vəzifələri və öhdəlikləri içərisində ən ali olandır. Çünki bir yetişdirmək vacibdir, amma təsəvvür edin ki, radiodan və televiziyadan nə qədər insanların təfəkkürünə sehirli barmağınızla öz fikirlərinizlə toxunursunuz. Bunun üçün ayrıca təşəkkür edirəm. Çox sağ olun. Həlimə xanımın qəbuluna yazılmaq üçün 077 201 1400 nömrəsinə zəng edə bilərsiniz. Düşünürəm ki, bu cür müdrik və savadlı psixiatrın qəbulunda olmaq hamımıza lazımdır. Özüm də mütləq getməyi düşünürəm. Çünki ən azından bir dəfə mən həyatımda doğru yolu gedirəmmi sualının cavabını bir mütəxəssis bizə kənardan deməlidir. Mən ana kimi doğru rol yerinə yetirirəmmi? Mən işdə bax bu cür davranıram, doğru işçiyəmmi? Və yaxud da mən sevdiyim adamla, həyat yoldaşımla bu cür davranıram, səhvlərim hardadır? Çünki zamanında səhvlərinizi düzəltsəniz, daha uzun ömürlü münasibətlər yaşamağınız üçün daha bol şans var deyə düşünürəm. Baş sponsorumuz Baku City Hospitaldır. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, sağlam qalın. Sizinlə mən idim Günel İbadova. Sponsor Baku City Hospital.